Dünən dedim, Sadiq Əleyhisselam buyurur ki, axir zamanda bir dəstə insan olacaq ki, dinə ağıl üzündən əməl eləyəcəklər. Ağılla, yəni dinin hər hökmünün lazımlığını başa düşəcəklər. Hər bir hökmünün hikmətini başa düşüb əməl eləyəcəklər. Dünən bir sual verdim, yenə o sualı verib, yenə də həmin cavabı vermək istəyirəm. Sual buydu ki, imam zaman bizim gözlədiyimiz zaman ki, zuhur eləməlidir, onu hamımız gözləyirik, hər gün dualarımızda dua edirik o gəlsin, bilməliyik ki, o nə vaxt gələcək, onu bilməliyik. Biz ki, dua edirik, Allah onu göndərsin, hansı şəraitdə o gələcək, nə zaman gələcək? Dedim, cavabı budur ki, nə zaman bəşəriyyət, insanlıq öz ağlı ilə dinin lazımlığını başa düşəcək, imam zaman o zaman zuhur eləyəcək. Ağılla, bəşəriyyəti deyirəm, bütün insanlıq, təkcə bir millət yox. Bəşəriyyət öz ağlı ilə dinin lazım olmasını, dinin gərəkliliyini, vacibliyini başa düşəndə imam zaman zuhur eləyəcək. Və gələn kimi ilk hədiyəsi nədir? İmam zamanın. Buyururlar, əlini başlara çəkəcək, məcazi mənadadır bu. Bu məcazi mənadadır. Hədislərdə belə sözlər işlənir. Əlini başa çəkəcək, o özü təfsir olunmalıdır nə deməkdir. Əlini başlara çəkəcək və insanların ağlı kamilləşəcək. Deməli, ideal cəmiyyət din baxımından haçandı imam zaman zuhur eləyəndə o cəmiyyətin birinci xüsusiyyəti nədir? O cəmiyyətdə yaşayan insanlar ağıl sahibləridir. Deməli, dinin hədəfi ağıldır. Din istəyir ki, cəmiyyətdə ağıl bərqərar olsun, ağıllı insanlar yaşasınlar. İnsanların qiymətini ağıl əsasında verir. Dinin işi ümumiyyətlə niyə çətin gedib hər zaman? Həmişə dinin işi çətin olur. Çünki dinə lazım olan ağıllı adamlardır, ağıllı adamlar da azdır həmişə.